Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub. News 24 Global Info istinadən xəbər verir ki, bu 2026-cı ilin sonraki 3 il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində öz əksini tapıb. Gələn il bu sahəyə 5 milyard 105 milyon 971 min manat ayrılması proqnozlaşdırılır. Bu 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4% çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsində 4 milyard 751 milyon 730 min manat ayrılması nəzərdə tutulub. Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879 min manat olacaq. Qeyd eləyək ki, sosial büdcənin artması pensiyalarda da artımlara səbəb olacaq.